Başlayaq. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə nəbiyyina Muhammedin və alə alihi və sahabatihi əcma'in. Rabbi şrahli sadri və yessirli əmri və hlul uqdeten min lisani yefqahu qavli və ba'd. Allah Taala'nın kitabını oxumaq böyük ibadətlərdəndir. Çünki Allah Taala öz kitabında əmr elədi ki: "İqra bismi rabbikellezî xalaq." Səni yaradan Rəbbin adı ilə oxu. Allah Subhanahu və Taala oxumağı əmr elədi. Və Allah Taala nəyi də əmr edibsə soruşacaq. Mümkün deyil. Mümkün deyil ki, Allah bir şey əmr eləsin və əmr etdiyi şey soruşulmasın. Yəni soruşmasın qiyamət günü. Çünki Allah Taala qullarını onların gücü çatmadığı heç nə ilə yükləməyib. Hətta ibadətlər özləri belə rahatdır əslən. Sadəcə xarab olan nəfsə ağır gəlir. Məhv olunan, günahlarla alçalan, günahlarla rəzil olan nəfsə ağır gəlir. Əslində ibadətlər hamısı rahatdır. Ramazan, oruc ildə bir dəfədir. 11 ay yaşadı, 11 ay hər şey eləyirsən, sadəcə 1 ay oruç tutursan. Həc ildə bir dəfədir. Hətta ömürdə bir dəfədir. Nəinki ildə bir dəfə. Hətta ömürdə bir dəfədir. Sadəcə xarab olan nəfs, naqisləşən nəfs üçün ibadətlər çətinləşir. Və həmçinin də Quran-Kərim, Allahın kitabını oxumaq. Allah Taala öz kitabını oxumağı əmr edib. Allah Taala öz kitabına qayıtmağı, Allah Taala kitabla qəlbin rahatlaşmasını əmr edib. Allah Taala kitabına buyurur ki: "Əfələ yətədəbbərunəl Qur'an am alə qulubin aqfaluha." Onlar Quranı tədəbbür eləmirlərmi? Yoxsa onların qəlblərinə qıfıl vurulub, yəni kilitlənib, bağlanıb, yəni xeyrə qarşı. Subhanallahil azim, Allah Taala tədəbbür etməyənləri qınadı. Bəs oxumayanlar necə? Yəni tədəbbür düşünmək, Allah Taala'nın ayələrini düşünmək, Allah Taala nə demək istəyir? Allah Taala burada öz qullarına, öz yaratdıqlarına nəyi çatdırmaq istəyir? Allah Taala bunu düşünməyənləri qınadı və onu etməyənləri qəlbi kilitli adlandırdı. Subhanallah. Bəs oxumayanlar necə? Bax Quran-Kərimə toz basıb. Ramazanı qurtardı. Əgər Ramazanda oxumusansa təbii ki. Və Ramazandan qutarandan sonra rəfə qoyuldu Quran-Kərim. Allahın sözləri rəfdə qaldı. Allahın sözləri kitabların arasında qaldı. Amma sənin qəlbin sıxılmadı. Sən Allahın kitabına baxdın. Aylarla əlvi o kitaba tutmadığını gördün və əllərə bax peşman olmadın. Subhanallahil azim, insan itirdiyi dünyanı, övladını itirir. Hərdən o paltarlarını görür, kövrəlir. İtkini hiss edir. Subhanallahil azim. Öz itkisini, qəlbinin bir parçasını itirməyini hiss edir. Ona hər hansısa bir hissələrini, əşyalarını görəndə, hətta hərdən xatirələr, düşüncələr gəlir öz övladı barəsində. Onu düşünür, saxlaya bilmir özünü. Subhanallah, yerlərə göylərə yaradan, övladı da verən, hər şey əta eləyən Allahın kəlamı rəflərdə qalıb. Sən hətta o kəlama baxanda da biləsən, hər şey təsirləmir. Gör qəlblər hansı gündədir. Gör qəlblər hansı kilidin içində qalıb. Subhanallah. Əgər bunun adı kiliddirsə. Çünki Allah Taala kilidli qəlb tədəbbür eləməyənlərə dedi. Bəs oxumayanların qəlbi hansı qəlblərdəndir? Çünki sevən sevdiyin əlamətlərini həmişə görmək istəyir. Kim əgər nəyisə iddia edirsə sevdiyinə, nəyisə iddia edirsə ki, qəlbi ona yaxınlaşır, vallahi onun əlamətlərini görmək istəyir. Görürsən, valideynsən, övladını bir neçə gün görməyən kimi darıxırsan. Çünki sənin əlamətindir. Səndən bir parçadır, səndən bir hissədir. Onu görməyəndə darıxırsan. Onu görməyəndə narahat olursan. Onun xəstəliyi səni xəstələndirir. Subhanallah. Onun xəstəliyi hansı qədər ağırdırsa, sağlam bədənində onun xəstəliyindən çox xəstəlik hiss edirsən. Nəyə görə? Çünki səndən bir parçadır. Çünki sənin özünsən o. Çünki sənin üçün dəyərlidir. Çünki sən onu sevirsən. İnsan sevdiyi ilə bu cür davranır. İnsan ona əziz olanla, ona dəyərli olanla bu cür davranır. Əgər bir müsəlman, bir sələfi, Allahdan qorxduğunu iddia edən, Allah Taala'nın kitabını aylardan bəri rəfdə saxlayan bir müsəlman, hansı sevgidir o? Hansı Rəbb? Məgər Allah Taala layiqidirmi ki, biz ondan bu cür davranaq? Məgər Allah layiqidir? Allah Taala məgər bizi bunun üçün yaratdı? Allah məgər bizi yaratdımı ki, biz Allah Taala'ya qarşı, Allahın bizə nazil etmiş sözlərinə qarşı bu cür ədəbsiz olaq? O Quran-Kərim nazil olduğu zamanda sahabələr görə nə qədər əziyyət çəkdilər. İndi bizdə rahat, əlimizi alırıq,
açırsan, oxuyursan, hətta telefonlarında da var. Rahatdır, dinləyirsən, maşında gedirsən, rahatsan. Amma həmin sənin rahat dinlədiyin Quran zaman var idi, hissə-hissə, ayə-ayə gəlirdi və sahabələrin beli bükülürdü ona görə. Necə ki, bəzi sahabələr qıtlıq vaxtı müşriklərin onları sıxdıqları, incitdikləri vaxtlar deyərlər ki, vallahi o an idi ki, o hal idi ki, ağac qabığı yeməkdən dodaqlarımızı ət qalmamışdı. Subhanallahil-azim. Onların, o sahabələrin Qurani-Kərim tamamlansın deyə, Qurani-Kərim Allahın vəhyi axıra qədər, çatına qədər çəkdiyi əziyyətlərə bax. Amma bizim halımıza bax. Onların çətinlik yanında Allahın kitabından tutmaqlarına və bizim rahatçılıq halımızda isə Allahın kitabını tərk etməyimizə bax. Özümüz ərdən bəzi qardaşlar görürsən, hansısa kiməsə mollaya lağ eləyir, kimsə kiməsə lağ eləyir, kimsə kiməsə istehza eləyir, falan kəs Quranı pulla oxudu, falan kəs Quranı belə, falan kəs Quranı belə. Subhanallahil-azim. O sənin lağ elədiyin molla Quran-Kərimi səndən çox oxuyur. Düzdür, ola bilər ixlassızdır təbii ki. Amma vallahi səndən çox oxuyur. O ixlassız, sən ixlaslıdan üstündür. O ixlassız, sən ixlaslıdan Allahın kitabını çox oxuyur. Subhanallahil-azim. Şeytan görünə qədər hərdən gözləri bağlayır ki, insan öz xətalarını görə bilmir. O xətalar ki, açıq-aşkardır, mübeyyindir. Dağlar kimidir gözün qabağında. Amma kimlərdəsə olan kiçik-kiçik şeyləri görür insan. Hələ mən qardaşlarımda səhv tutanlar demirəm. Ona görə qardaşlarım, Allah Taala öz kitabını, öz vəhyini, öz ayələrini bizə əbəs yerə nazilləməyib. Və bu ağır əmanətdir. Necə ki, Allah Taala öz kitabında elə bu cür də vəsf elədi. Əgər biz onu dağlara nazil etsəydik, dağlar parçalanardı. Yəni dağlar onun məsuliyyətini hiss elədilər. Allahın yaratdığı məxluq onun məsuliyyətini hiss elədi. Amma insan özünü lazımsız yüklədi. Necə lazımsız yüklədi? Yəni başa düşmədi. Əmanətin ağırlığını başa düşmədi. Allahın kitabı oxunur, o hələ ticarətdədir. Hətta namazın içində də belə. Allahın sözləri təkrarlanır. Allah Taala sənə öz nəsihətini, Allah Taala sənə öz xəbərdarlıqlarını çatdırır. Namazın içində axı imam oxuyur, axı sən dinləyirsən. Amma qardaş başqa yerlərdədir. Ona görə də gərək insanın ibadət vaxtı təkcə cismi yox, daxili də o ibadətin içində olsun. Çünki Allah Taala əslində daxili tərifləyib öz kitabında. Allah Taala'nın təriflədiyi daxildir, xaric deyil, zahir deyil. Hətta qardaşlıq özü də belə. Qardaşlıq dediyimiz şey insanların bir-birinə cəsədlərinin yaxın olmağı deyil. Allah Taala bunun əksini deyir öz kitabında. Allah Taala qeyri-müsəlmanları, kafirləri, cahilləri, fasiqləri nə ilə vəsf elədi? Bir-birinə birlikdə olanları. Təhsəbuhum cəm'a. Sən onları cəmaət görərsən, hesab eləyərsən, zənn eləyərsən. Və Allah Taala o birlikdə olanları, bir-birinə yaxın olanları nə ilə vəsf elədi? Və qulubuhum şəttə. Qəlbləri isə ayrıdır. Subhanallahil-azim. İnsanın sən demə, hətta qardaşlıqda da belə qəlbi önəmliymiş. Onun qardaşlığın yanında cismən durması önəmli deyilmiş. Ona görə gərək o ibadətlər qəlbdən gələr. İbadət qəlbdən gələndə fayda verəcək. Feillər zaten qəlbin, daxilin. Hərəkət ediciləridir. Heç hərdən əli ayağa da ehtiyac yoxdur. Əlsiz ayaqsızlar var namaz qılanlar. Ayaqsızlar var məscidə gedənlər. Məgər məscidə getmək üçün ayaq lazımdır? Vallahi yox. Məscidə insan ayaqları aparmır. Əgər məscidə insan ayaqları aparsaydı, ən güclü ayağı olanlar birinci səfdə durardılar. Əgər məscidə rahat mini aparsaydı, ən yaxşı maçlı olanlar birinci səfdə durardılar. Subhanallah, birinci səfi qoruyan ayaqsızlar var. Əlsizlər var. İnsanı məscidə onun qəlbi aparır. Allahın kitabını oxumaq üçün də hər hansısa bir şərait, hər hansısa bir boş vaxt, hər hansısa bir imkan lazım deyil. Nə qədər boş vaxtı olanlar var ki, yalnız yatırlar. Yalnız tənbəldilər. Necə ki, Allah olsa sığınar tənbəllikdən Allaha. Allahın kitabını oxumaq üçün qəlb lazımdır. Allahın kitabını oxumaq üçün onu istəmək lazımdır. Ona görə sahabələrin həyatına baxsan, xüsusən də sıxıntılı anlar, xüsusən də fəthlərdən öncəki həyatlarına baxsan, hansı rahatçılıq, hansı əmin-amançılıq, nə var idi ki? Hətta yemək yox idi. Nəinki əmin-amançılıq. Amma həmən vaxtda qorunan Qurana baxardın sən. Həmən vaxtda qorunan namazların vaxtına baxardın sən. Ona görə də qardaşlarım, insanın ibadətləri yerinə layiqincə yeritilməsi üçün, insanın Allahın kitabından sarılması üçün,
insanın toz basan Quranın üzərini silib hər gün oxuması üçün vallahi nə boş vaxta, nə hər hansısa bir şəraitə, nə də hər hansısa bir imkana ehtiyac yoxdur. Sadəcə olaraq qəlbə ehtiyac var. Qəlb onu istəməlidir. Nə qədər kafirlər, Allahın dininin düşmənləri gecə gündüz oxuyurlar. Gecə gündüz kitabların üzərindədirlər. Nəyə görə? Səni azdırsınlar deyə. Sənə badalaq gəlsinlər deyə. Sənin ayaqlarını yerdən, yəni din üzərindən üssünlər deyə. Kitab oxuyurlar, qardaş. Kitabların üzərindədirlər. Sənin əllivi uzatmadığın Quran oxuyurlar. Hətta o qədər oxuyublar ki, əzbərləyiblər. Bir dəfə Şeyx Abdullah, Allah onu hifz eləsin, Şeyx Abdullah Buxar bir dəfə zikr elədi bu haqda. Dedi, bir dəfə bir kitabxanadaydıq. O kitabxana Müsəlman ölkəsində deyil bu kitabxana. Şəriət bölümünə, şəriət kitablarının olduğu yerə çatdıq və orada 2 nəfər var idi. Kitab oxuyan, qeyri-müsəlmanlar idi. Biz səhər girdik kitabxanaya və biz axşama çıxanda onlar yenə də orada kitab oxuyurdular. Şeyx dedi ki, həmən maraqlandım, soruşduq. Onlar qeyri-müsəlmanlardır. Onlar gəlib dini öyrənirlər ki, səni şübhələrə salmaq üçün. Subhanallah. Sənə deyən yoxdur, get kitablar oxu. Sənə deyən yox, get hədislər əzbərlə. Allahın kitabı, qardaş, Allahın kitabı. Muhammed sallallahu əleyhi və səlləm dedi ki, hər hərfinə 10 savab var. Hər hərfinə. Bismillahirrahmanirrahim sözündə 19 dənə hərf var. Oxunan 17 dənə hərf var. 170 savab qazanırsın. Bir dənə söz oxumaqla. Bismillahirrahmanirrahim. 170 savab yazılır. Gör bir səhifədə nə qədər savab var. Onsuz da günahlar çoxdur. Asliliklər çoxdur. Naqisliklər çoxdur. Ona görə müsəlman kiçik əldə edə biləcək, yəni əziyyəti az olan ibadətləri tərk etməməlidir. Onlarda möhkəm yapışmaq lazımdır. Onlar hamısı qənimətlərdir. Allahın bizi asanlaşdırmış olduğu qənimətlərdir. Ona görə onu kim zay eləsə, artıq həyatını zay eləyər. Və Allah subhanahu wa ta'ala bu həyatı zay eləmək üçün bizə vermir. Allah Taala bu həyatı, bu ömrü bizə verib ki, bu ömrü, bu həyatı ona ibadətlə keçirək. Necə ki Allah öz kitabında buyurur ki: "O ma xalaqtul cinne ve le insa illa liya'buduni." Mən insanlar və cinlər yalnız mənə ibadət etsinlər deyə yaratdım. Çünki ibadətdən başqa yerdə qalan həyatın anları isə istər qazanmaq, istər ticarət, istər övlad, istər oğul, fərq eləməz. Onlar hamısı Allah subhanahu wa ta'ala'nın bizə halal etdiyi mübahlardır. O şeylər ki, Allah yaratdığını bilir. Bilir ki, onlar özlərinə zülm eləyərlər. Amma əsas yenə də orada ibadətdir. Əsas müsəlmanın Allahın kitabına sarılmağıdır və xüsusilə də Allahın kitabını başa düşməsidir. İllərlə Allahın kitabını oxuyanlar da hətta görə bilərsən. Vallahi heç bir şey əldə eləmirlər. Heç bir ayəni də olsun başa düşə bilmirlər. Və sonra suallar yaranır. Və sonra problemlər yaranır. Sonra fitnələr yaranır. Nəyə görə insanlar parçalanır? Nəyə görə bidət? Nəyə görə bidətlər artır? Nəyə görə parçalanmalar artır? Nəyə görə olacaq qardaşım? Elmsizliyə görə. Elm azaldıqca fitnələr çoxalır. Elm azaldıqca bidət çoxalır. Çünki iblis Adəm əleyhissalamdan, ilk insandan bu tərəfə hamını görüb. Bütün peyğəmbərləri görüb. Və bütün peyğəmbərlərə nazil olan vəhyi bilir. Çünki elə peyğəmbərlər var ki, Allah Taala biz onların qissələrini öz kitabında, yəni Qurani-Kərimdə nazil edib. Elə peyğəmbərlər var ki, yox, nazil etməyib biz onları. Biz onları bilmirik. Amma iblis bilir. Çünki iblis oradaydı. Çünki o muammardır. Allah Taala o cür vəsf elədi. Ömür verilmiş. İblis ölməyib. Yarandığı gündən bəri ölməyəcək. Və onun əsgərləri də var yanında. Onu heç kim allada bilməz. Onlar nəyə gözləyirlər? Müsəlmanların elmsizliyini. Müsəlmanın dinini öyrənməməsini gözləyirlər. Dini öyrənmədiyinə görə də artıq bidətlər ortaya çıxır. Çünki bidət nədir? Bidət kiçik incəliklərdir, kiçik nöqtələrdir. Çünki bidətçinin və yaxud da bidətin çox hissəsi haqdan ibarətdir. Az bir hissəsi şeytanındır. Amma başlanğıc az olur. Amma zaman gələndə çoxalır. Peyğəmbər sallallahu əleyhi və səlləm hətta günahları belə ona vəsf edir. Günahları belə bu cür vəsf edirdi Allah Rəsulü. Və deyərdi günahlar dağlardakı kiçik daşlar kimidir. Kiçik daşlar kimidir, qumlar kimidir, tozlar kimidir. Amma bir də baxarsan ki, dağlar dağ boyda olur. Necə ki dağlar da o cürdür. Dağı ovuc-ovuc əlbə götürə bilərsən. Amma hamısını götürə bilmərsən. Amma görürsən kiçik-kiçik daşlardan ibarətdir. Balaca-balaca hissələrdən ibarətdir. Və günahlar da həmçinin. Və bidət də həmçinin.
Çünki son olaraq qardaşlarıma onu da vurğulayım ki, Peyğəmbər sallallahu əleyhi və səlləm o zaman ki, yerə xətt çəkdi və o xəttin ətrafında əyri-əyri xəttlər çəkdi. Və dedi ki, o düz xətt mənim yolumdur. Yəni haqq olan yol sünnədir. Və onun ətrafında olan kiçik xəttlər isə şeytanın yollarıdır və hər yolun başında bir şeytan dayanıb. Və diqqət etir hədisin əslinə, hədisdə Muhammed sallallahu əleyhi və səlləm əsas çatdırmaq istədiyinə diqqət etir qardaşım. O kiçik xəttlər hamısı o düz olan xəttdə bitişikdir. Yəni hər bir bidət dindəndir. Hər bir bidətin əsli dinə qayıdır. Elə bir bidət yoxdur ki, onun əsli Tövrata, İncilə, Zəbura qayıtsın və yaxud da şamanlığa qayıtsın, buddizmə qayıtsın. Qayıtmayacaq. Hər bir bidətin əsli İslam dininə qayıdır. Çünki şeytan alimdir. Şeytan insanları hardan, müsəlmanları hardan azdırmaq lazım olduğunu gözəl bilir. Çünki Adəmdən bu tərəfə hamını görüb. Adəmdən bu tərəfə bütün peyğəmbərlərin dəvətdə insanların nəyə icabət etdiklərini, nəyə icabət etmədiklərini, insanların harda zəif və harda güclü olduqlarını bilir. Ona görə də artıq o azdıracağı yeri də bilir. Ona görə qardaşlarım, bu kiçik bir xatırlatma idi. Təbii ki, birinci özümə, sonra isə sizə Allah Taala'nın kitabını tərk etmək olmaz. Allahın kitabına sarılmaq lazımdır. Allahın kitabını hər gün oxumaq lazımdır. Elə bir gün keçməməlidir ki, o gün sən Rəbbinin kəlamını oxumayasan. Çünki bir əməli, bir ibadəti çox eləyən insan labüddür ki, ola bilsin bu əməlin üzərində də ölsün. Çünki ibadət halında ölmək şərəfdir. Necə ki, günah halında ölmək zəlillik olduğu kimi. Məsələn, nə qədər günahlar var ki, siqaretdən böyük günahdır. Nə qədər günahlar var ki, siqaretdən böyükdür. Günah olaraq. Məsəl üçün, ara vurmaq, yalançılıq. Amma siqaret, labüddür ki, sən bir gün siqaret çəkəndə öləcəksən. Daimi siqaret çəkən. Çünki daim sənlə bir yerdədir. Amma yalan ola bilsin ki, həftədə bir dəfə, 2 dəfə olur. Ola bilsin, yalan danışan yerdə ölməyəsən. Amma ola bilsin ki, zənn çoxdur ki, daimi etdiyinə görə bu əməli, bir gün onun üzərində öləcəksən. Çünki ölüm qəflətən gəlir. Gözlənilməyən yerdən, umulmayan yerdən gəlir. Və bir gün sənin barmaqlarının arasında haram olanda ölə bilərsən. Subhanallah, müsəlman olduğun halda haram üzərində ölə bilərsən. Və ibadətlər də elədir, qardaşım. İbadətlər daimi olduqca, Allahın kitabını daimi oxunduqca, ola bilsin ki, sən bir gün ibadətin üzərində ölə bilərsən. Subhanallah, şərəfdir. Bir müsəlmanın ibadət üzərində ölməsi şərəfdir. Allah Taala'dan istəyirəm ki, bizi elə bir şərəfli, elə bir gözəl ölümlə öldürsün ki, o öz qatında da şərəf sayılsın. Allah Taala bizə müvəffəq eləsin onun kitabına sarılmağı, Allahın kitabını oxumağı, tədəbbür eləməyi. Allah Taala'dan istəyirəm ki, bizi və bizdən sonra gələnləri müttəqilərin imamlarını eləsin. Allah salihlərdən eləsinlər. Allah Taala'dan istəyirəm ki, bizi Allaha gizlində düşmən, üzlündə dost, üzr istəyirəm, gizlində düşmən, Allaha aşkarda isə dost olanlardan eləməsin. Allahdan istəyirəm ki, biz gizlində də, aşkarda da özünə sadiq olanlardan eləsin. Allah müsəlmanları qorusun, müsəlman ölkələrini qorusun, müsəlmanların rəhbərlərini qorusun. Və kimlər ki, müsəlmanlara, müsəlman ölkələrinə zərər istəyirlərsə, Allah olan zərərlərini özlərinə qaytarsın. Ən düzünü Allah bilir. Və sallallahu aleyhi nəbiyyina Muhammedin və alə alihi və sahabəti ecmain. Bəli.